MİQ və sertifikasiyaya dəstək marafonumuz davam edir. Dəyərli izləyicilər, bugün biz sizinlə sinifin effektiv idarə olunması mövzusu ilə bağlı suallara baxacağıq. Bu sualların izahını sizlər üçün aydın şəkildə təqdim edəcəm. Bütün izahlardan yararlanmaq üçün mütləq hal-hazırda videonu izlədiyiniz kanala abunə olun və şərhlərinizi də bildirməyi unutmayın. Gəlin biz sizinlə baxaq bugünkü suallarımıza. Dediyim kimi, suallar, qayda, prosedur, gözlənti, yəni MİQ və sertifikasiya imtahanlarında mütləq istifadə olunan sinifin idarə olunması mövzusu ilə bağlıdır. Birinci sualımızda deyilir, müəllim tədris ilinin ilk günündə şagirdlərə bildirir ki, dərslərdə hər kəs bir-birinin fikrinə hörmətlə yanaşmalı və dərsi dinləyərkən diqqətli olmalıdır. Daha sonra o, şagirdlərə sual vermək istədikdə əllərini qaldırmalı olduqlarını və müəllim tərəfindən icazə verilmədən danışmamağı tapşırır. Sonda isə sinifdə qaçmağın və səs salmağın qadağan olunduğunu, əks halda müvafiq intizam tədbirlərinin görüləcəyini xatırladır. Sualın şərtində deyilir ki, müəllimin bu fəaliyyətlərini ardıcıllıqla sinif idarə etmə elementlərlə uyğunlaşdırın. Yəni, qayda, prosedur, gözləntiləri uyğunlaşdıracaq ki, ardıcıl şəkildə hansından sonra gəlir görəsən situasiyada. Birinci cümləmizin başlığına gəlin baxaq. Deyilir, müəllim tədris ilinin ilk günündə. Ümumiyyətlə, tədris ilinin ilk günündə müəllim şagirdlərə qayda yoxsa gözlənti qoyur? İlk sualımız budur. Əlbəttə ki, öyrəndiyimiz nəzəri biliklərdən bilirik ki, şagirdlərə əvvəlcə gözləntilər qoyulmalıdır. İlin əvvəlində gözləntilər qoyulur. Deməli, ilk gündə əgər müəllim bildirirsə, normal olaraq gözləntini bildirəcək şagirdə. Yəni, birinci gözlənti gələcək burada. Digər variantlarımızı artıq silə bilərik. A və yaxud da ki, D variantı olacaq. Gözlənti haradadır? A-da, bir də D-də. Niyə gözləntidir? Çünki bir-birinizə hörmətlə yanaşın, dərsi dinləyəndə diqqətli olun. Bunlar hamısı müəllimin şagirddən gözlədiyi müsbət şeylərdir. Daha sonra deyir, o şagirdlərə sual vermək istədikdə əllərini qaldırmalı olduqlarını və müəllim tərəfindən icazə verilmədən danışmamaq. Baxın, əlinizi qaldırın, müəllimi gözləyin, icazə verilməsini gözləyin. Bir ardıcıllıq var gördüyünüz kimi. Yəni, bir adımdan sonra digəri gəlir, ondan sonra digəri gəlir, sonra digəri gəlir. Yəni, proses var ortada. Söhbət burada bu ardıcıllıq artıq, bu yox, bu ardıcıllıq artıq nədir? Prosedurun ardıcıllığıdır. Deməli, ikinci yerdə prosedur dayanacaq, qayda yox. Cavabımız oldu nə? A bəndi. Gözlənti, prosedur gəldi. Niyə üçüncü yerdə qayda dayanıb? Çünki deyir ki, sonda isə sinifdə qaçmağın və səs salmağın qadağan olunduğunu, əks halda müvafiq intizam tədbirinin görüləcəyini xatırladır. Məlum məsələ, artıq intizam tədbirləri nədir? Qaydalar. Yəni, qaydanın sonunda cəza var. Gözlənti ilə qaydanın əsas fərqi bu idi. Gözləntinin sonunda heç bir cəza olmur, qaydanın sonunda cəza olur. Amma qayda ancaq uşağı cəzalandırmaq üçün deyil, bunu da gərək başa düşək. Deməli, sualımızın cavabı A bəndi. Ardıcıllıq nədir? Ardıcıllıq, gözlənti, prosedur, qayda. Növbəti sualımıza gəlin baxaq. İkinci sualımız. Biraz yaxınlaşdıraq ki, bütün variantları görə bilək. Burada deyilir ki, müəllim yeni mövzunun izahına başladığı vaxt şagirdlərdən biri yanındakı yoldaşla ucadan danışır. Dərsin gedişatına mane olur və sinifdəki digər şagirdlərin diqqətini dağıdır. Deməli, qayda, intizam problemi var. Sinifdə qəbul olunmuş başqasının sözünü kəsməmək və dərsi dinləmək qaydasının pozulduğu bu halda müəllimin atacağı ən düzgün addım hansıdır? Baxaq variantlarımıza. A bəndi. Müəllim dərsi dayandırmalı. Şagirdi ayağa qaldıraraq bütün sinifin qarşısında etdiyi hərəkətin yanlış olduğunu izah etməlidir. Hamının içərisində bir şəxsin yanlışını, səhvini demək doğru sayılmır. Ona görə də yanlış. Ümumiyyətlə, müəllim dərsi dayandırmalı sözü başdan yanlışdır. Biz davranış pozuntusuna görə dərsi dayandırmarıq. Ona görə A bəndini sildik. B.
şagirdin adını qeyd dəftərinə yazmalı və dərhal valideyninə zəng edərək məktəbə gəlməsini tələb etməlidir. Burada dünya dağılmayıb ki, uşağın biri digərinə danışıbdır. Dərsə mane olubmu? Olub. Valideyni zəng edib, siz nə deyəcək? Deyəcək, yəni valideynlərin dediyi budur da, 95. Deyəcək, nədir? Bir dənə uşağı ələ bilmirsən. Yəni, ona görə də valideynə zəng etmək burada hələ sonuncu addımlardan biridir. Müəllim özü burada hələ müdaxilə eləyəcək. Müəllim müdaxilə etmədən valideynə deməsi təbii ki, yanlışdır. C. Müəllim şagirdə yaxınlaşmalı, danışmağı dayandırmasını işarə etməli və dərsin izahını kəsmədən davam etməlidir. Bu bizim doğru cavabımızdır. Niyə doğru cavabdır? Baxın, C bəndi müəllimin məsələyə qeyri-verbal müdaxiləsini göstərir. Yadda saxlayın, əgər dərs prosesində bir qayda pozuntusu və s. varsa, bu halda müəllimin edəcəyi birinci addım həmişə qeyri-verbal yanaşmaqdır. Yəni, dərsə mane olmadan. Bunu əslində müəllimlər onsuz da eləyir. Məsələn, mən dərs keçəndə görürəm ki, 2 nəfər müdavim söhbət edir. Mən də dərs danışıram. Mən onu ucadan, ay filankə, sakit ol deməkdənsə, dərs izahımı kəsmədən ya onunla göz kontaktı quracam, baxacam ona ki, görsün ki, müəllim görür məni. Və yaxud da ki, həmin şagird görəcəm ki, göz kontaktı falan işə yaramır, yaxınlaşacam yanına. Biraz başın üzərində danışacam, yəni dərs izah eləyəcəm, amma onun yanında izah eləyəcəm. Görsəm ki, bunlar da şeyləmir, artıq mən nə edəcəm? Ona nəsə bir işarə eləyəcəm ki, bəsdir də, yəni. Bəs elədi səninki. Qeyri-verbal yanaşmaq həmişə ən doğru üsuldur dərs izahında, dərs prosesində. Cavab C bəndi. Şagirdi cəzalandırmaq məqsədi ilə onu sinif otağından kənara çıxarmalıdır. Digər şagirdlər dərsi rahat dinləsinlər. Bu da şagirdi kənarlaşdırmaq yanlışdır. Müəllim şagirdlərə sərt şəkildə xəbərdarlıq etməli. Sərt şəkildə xəbərdarlıq da burada yanlışdır. Çünki hələ demir ki, ümumiyyətlə dərsi uşaq, nə bilim, müəllimin əgər nə zaman biz uşağa sərt deməyək, yəni nə zaman xəbərdarlıq edə bilərik, o halda ki, bu adama mən göz kontaktda qururam, yanına da yaxınlaşıram, bir işarə də eləyirəm, yəni də əmələ gəlmir. Səbəbini soruşuram, uşaq ümumiyyətlə məni vecə almır. Belə hallar olsa, hə, onda biraz kəskin yanaşa bilərik məsələyə. Amma dərs prosesində müəllim izahını qoyub uşaqla durub orada, o deyirləri, nənəm dilləşməməlidir. Nazıq nənəm. Mən həmişə nümunə çəkirəm, heç bəlkə də o deməyib o sözü. Tədris ilinin 2-ci ayıdır. Çünki sualımıza deyilir ki, tədris ilinin 2-ci ayıdır. Müəllim qrup işi tapşırığını bitirdikdən sonra şagirdlərin öz yerlərinə qayıtması üçün əvvəlcədən müəyyən etdiyi səssizcə yerinə qayıt prosedurunu işə salır. Lakin şagirdlər yerlərinə qayıdarkən bir-birlə tələşir, ucadan danışır və sinifdə böyük səs-küy yaranır. Müəllim hər dəfə xəbərdarlıq etsə də, hər qrup işindən sonra eyni vəziyyət təkrarlanır. Yəni, müəllimin xəbərdarlıqları yaramır. Deyir ki, bu situasiyada prosedura əməl edilməməsinin və problemin davam etməsinin əsas səbəbi nədir? A bəndində deyilir, şagirdlərin nizam-intizama tabi olmaq istəməməsi və qaydaları qəsdən pozması. Bilmirik, qəsdənmi pozurlar, həqiqətənmi istəmirlər. Yəni, bu bir təxəyyül məhsuludur və həmçinin də ki, bu cür bir qənaətə gəlməyimiz doğru deyil. Kurikulumdan danışırıq. B bəndi, müəllimin şagirdlərə qarşı kifayət qədər sərt cəza tədbirləri tətbiq etməməsi. Prosedur, bilirsiniz nədir prosedur? Bir işin ardıcıllığıdır da, deyir, səssizcə yerinə qayıt. Bu artıq elə bir şeydir ki, bir addımdan sonra digəri gəlir. Məsələn, deyirəm, dərsə gecikəndə prosedur, uşaq dərsə gecikibsə, qapını açıb sakitcə yerində əyləşməlidir, kitab dəftərini açıb dərsinə qoşulmalıdır. Bu bir ardıcıllıq tələb edir. Yaxşı olar ki, bunu müəllim vərdişə çevirmək üçün çalışsın biraz. İsrarlı olsun, uşaqlara bunu təkrar-təkrar məşq elətdirsin. Bu halda daha yaxşı nəticə verir əlbəttə ki. Sərt cəza tədbiri də burada yanlışdır. Prosedurun şagirdləri tərəfindən kifayət qədər məşq etdirilməməsi və vərdişə çevrilməməsi. Baxın, bu bayaq izah elədiyim. Cavab elə C bəndi. Yəni, əgər prosedura əməl olunmursa, birinci həmişə prosedurlar öyrədilərkən 3 addım yanaşmamız var. Öyrət, məşq et, möhkəmləndir. Baxın, bu üçünü yadda saxlayın. Prosedurlar o zaman qaydaya çevrilə bilərkən, prosedurun sonunda daha doğrusu qayda qoyula bilər də, yəni. O halda qoyula bilər ki, mən uşağa izah eləyim, məşq etdirim, öyrədim, amma uşaq qəsdən pozsun, bilərəkdən. Onda qayda qoya bilərəm sonda.
Amma bu halda demir axı burada uşaq nəsə qəsdən elədi, bilərəkdən elədi, dəfələrlə nə bilim pozdu, yox. Sadəcə deyir, belə bir problem var. Sizcə səbəb nə ola bilər? Biz də deyirik ki, şagirdlər tərəfindən kifayət qədər məşq etdirilməyib, möhkəmləndirilməyib. Cavab C bəndi. Uşağın qrup işini sevməməsi də deyil, burada onunla bir əlaqəsi yoxdur. Sinif otağının fiziki quruluşunun qrup işinin əlverişsiz olması da bu da əlaqəsizdir. O haldan götürə bilərdik ki, məsələn, E-ni deyərdi, müəllim uşaqları əyləşdiribdir, müzakirə prosesi gedir, amma uşaqlar müzakirədə passivdir. Çünki ənənəvi düzülüşlə otuzdurub uşaqları. Onda düzülüş, sinif düzülüşünə baxardıqca, gəlin biz dəyərimi masa quraq və ya o şəkilli düzülüşdən istifadə eləyək ki, uşaqlar müzakirədə aktiv olsun. Dördüncü sualımıza gəlin, baxaq, növbəti sualımız. Burada deyilir ki, valideyn müəllimə yaxınlaşaraq bildirir ki, övladı bir neçə sinif yoldaşı tərəfindən tənəffüslərdə davamlı olaraq ələ salınır. Deməli, bullying hadisəsi var. Oyunlara daxil edilmir və bu səbəbdən məktəbə gəlmək istəmir. Çox deyir, getmirəm məktəbə. Valideyn kəskin narazılığını ifadə edir. Narazıdır valideyn. Və həmin şagirdlərin dərhal cəzalandırılmasını tələb edir. Müəllim nə etməlidir? Valideynin sözü hökmdür. Mütləq şəkildə cəzalandırmalıdır onları o saat. Yox təbii ki. Valideyn deyir, başa düşmür. İndi onu araşdırmaq lazımdır. Deyir, bu vəziyyətdə müəllimin atacağı ən düzgün və pedaqoji addım hansıdır? Ən düzgün həm də pedaqoji addım. Yəni pedaqojikadan baxacaq biz məsələyə. A bəndi. Müəllim valideynə övladının biraz dözümlü olmasını. Uşağa deyilən biraz dözümlü olsun da, vuracaqlar, yıxacaqlar, heç olmaz, canı bərkir. Gələcəkdə yadından çıxacaq. Yox təbii ki. Biraz dözümlü olmasını məsləhət görməsi yanlışdır. Deyir, uşaqların öz aralarında bu məsələni həll edə biləcəyim. Bunu bəzən müəllimlər düzgün kimi düşünür. Niyə? Biz deyirik ki, problem həll etmədə çalışmaq lazımdır ki, şagirdlər özləri həll eləsin. Bəli, amma bu o problem deyil axı. Burada deyir, uşaq incidilir, ələ salınır, bullying hadisəsidir. Bunu onlar öz aralarında həll edə bilməz. O bilirsiniz hansı problemdə özlərini həll edə biləcəyi. Dərs prosesində sözləri misal üçün fikirləri üstə düşmür. Bu deyir, misal üçün deyirəm, məncə Şah İsmail Xətainin bu addımı düzgün idi. O deyir, yox, məncə o döyüşə girməməlidir. Bu cür mübahisələr, bu cür problemlərdən gedir söhbət. Daha dava qırğından getmir. B variantında deyilir, müəllim qarşı tərəfi, incidən şagirdləri dərhal sinifin qarşıda məzəmmət etməli və valideyn yanında onlardan üzr istətməlidir. Üzr istəyin uşaqdan. Yanlışdır, bu əvvəllər bizim müəllimlərimiz elədiyi bir şeydir. Yanlışdır təbii, çünki qarşı tərəf ümumiyyətlə hələ bu haqda həqiqətənmi o uşağa bullying olur? Valideyn gəlib deyir də. O uşaqların bizdə müəyyən bir yaş dövrü var ki, yalan da danışa bilər. Valideyn gəlib deyir. Biz hələ bilmirik ki, bu həqiqətdirmi, yalandır, bir üzə çıxarmaq lazımdır. Bu arada bizə dəqiqə baxım görüm, videomuz dayanmayıb ki. Olur bəzən. Yəni, hələ bilmirik ki, bu həqiqətdirmi, yalandırmı və s. Araşdırmaq lazımdır. Araşdırmaq. Ona görə dərhal sinif qayıtan məzəmmət eləmək, üzr istəyin demək səhvdir. C bəndi. Müəllim valideyni təmkinlə dinləməli. Nə gözəl. Məsələni hər tərəfli araşdıracağını bildirməli. Hər iki tərəf və məktəb psixoloqa əməkdaşlıq edərək problemin kökündən həll etməyə çalışmalıdır. Niyə doğru cavabımız budur? Çünki biz bayaq dediyim kimi bilmirik hələ bu valideynin dediyi həqiqətdirmi, yalandırmı, o uşaq düzmü deyir. Hələ biz araşdırmalıyıq problemi düzgün şəkildə. Sonra, əgər belə bir problem varsa, psixoloqla əməkdaşlıq eləməliyik. Kökündən həll etməyə çalışmalıyıq. Müəllim məsuliyyəti özlərindən götürməli və valideynə məsləhət görməlidir ki, gedib həmin uşaqların valideynləri özü təkbətək danışsın. Belə bir yanaşma müəllimin pedaqoji baxımdan atacağı səhv bir yanaşmadır. Müəllim problemi həll etməyə çalışmalıdır. Müəllim şahid olunan şagirdlərin ballarını aşağı salmaqla onları cəzalandırmalı. Ümumiyyətlə, davranış pozuntusunu gətirib şagirdin bilik və bacarıq səviyyəsi ilə qiymətləndirməklə ondan heyif çıxmaq olmaz. Bu qiymətləndirmədə yanlış bir addımdır. Obyektivliyi pozur. Şəffaf bir qiymətləndirmə aparılmır. Cavab C bəndi. Sonra növbəti sualımız. Maraqlı suallardan biridir bu da. Aşağıdakı nümunələrdən hansıları deyil, reaktiv müəllim modelinə aiddir?
Yəqin ki, bilirsiniz reaktiv və proaktiv yanaşmanı. Bilmirsinizsə, bugün öyrənəcəksiniz. Sualımız biraz uzun olduğuna görə məcbur biraz da yaxınlaşdırdım. Reaktiv və proaktiv müəllim modeli nədir? Gəlin bunu deyim sizə. Proaktiv müəllim əvvəlcədən qayda qanunu olan bir müəllimdir. Qaydalarını, prosedurlarını, gözləntilərini qoyub, şagirdlər də bunlara əməl edir. Əməl etməyəndə də müəllim qoyduğu qaydaları xatırlada bilər və s. və ilaxır. Reaktiv müəllim yanaşması nədir bəs? Reaktiv, anındaca reaksiya göstərən, o deyirlər reaktiv yayılım atəşi. Anındaca reaktiv reaksiya göstərən, reaktiv reaksiya ilə yadda saxlayın. Məsələn, qayda pozuntusu olur, cəzalandırır, qışqırır, danlayır. Əvvəlcədən bir tədbiri yoxdur. Oturur, deyir ki, qaydalar yazır, deyir ki, uşaqlar, bu gündən sonra qaydaları posta sizi cəzalandıracağım. Bu tip hədə, qorxu gəlmək, oturub dərs prosesində, dərsin vaxtı gedə-gedə qaydalar tərtib eləmək, cəzalandırmaq, qışqırmaq reaktiv yanaşmadır. Proaktiv amma əvvəlcədən tədbirli, sakit bir müəllimdir, planlı. Sonra, baxaq görə hansı reaktivdir? Bizdən reaktivist deyir, plansızı. 1. Sinifdə şagirdlər arasında səs-küy yaranacağını bildiyi üçün müəllim qrup işinə başlamazdan əvvəl səssizlik siqnalını xatırladır. Baxın, əvvəlcədən bir tədbir görürsə, bu reaktiv deyil, proaktivdir. Aydındır? Deməli, biri götürməyəcək. Əvvəlcədən bir tədbir görür. 2. Şagird dərs zamanı icazəsiz yerindən durub gəzdiyi üçün müəllim dərsi dayandıraraq ona sən hər zaman dərsin gedişatını belə pozursan, bu hərəkətin yol verilməzdir deyərək xəbərdarlıq edir. Dərsin gedişatını pozdu mu müəllim? Dərs dayandı. Deməli, reaktiv yanaşma olacaq. Bu reaktiv yanaşmadır. Dərsin gedişatı pozuldusa, müəllim reaktiv yanaşmadadır. 3. Müəllim şagirdlərin test tapşırıqlarını vaxtında bitirməyəcəyini təxmin edərək, baxın, təxmini var müəllimin əvvəlcədən. Hər 5 dəqiqədən bir qalan vaxtı xatırladır. Yox, xatırladan timerdən, hətta daha yaxşı bir üsul. Dərsi özü pozmur, timerdən istifadə edir. Deməli, bu müəllim də proaktiv müəllimdir. Proaktiv, reaktiv deyil, silirik 3-ü. 4. Müəllim şagirdin tapşırığı yetirmədiyini gördükdə, sinif qaydalarını və bu qaydanın pozulmasının nəticəsini şagirdin yadına salaraq seçimi onun ixtiyarına buraxır. Deməli, yenə müəllimin əvvəlcədən bir planı, qaydası var, onu xatırladırsa, bu da olacaq proaktiv müəllim. Bunu da sildik. Çox güman ki, cavabımızın bir də 5 olacaq. B bəndi 2 və 5. Şagird yoldaşla mübahisə etdikdə müəllim hissli şəkildə bəsdirin, kimin günahkar olduğunu bilmirəm, amma hər ikiniz direktorun yanına gedəcəksiniz deyərək reaksiya verir. Bu da əlbəttə ki, olacaq reaktiv yanaşma, çünki anındaca qışqırır, danlayır, hədəliyir, direktorun yanına aparacam və s. Deməli, reaktiv yanaşma 2 və 5. Proaktiv istəsə 1, 2, 5 götür. Deməli, üzr istəyirəm, 2, 3, qaçdırmayın, 1, 3, 4 götürərdik. Əgər proaktiv istəsə A, reaktiv istədiyinə görə B, 2 və 5. Belə dəyərli müəllimlər, bu qədər bugünkü izahımız. Sinifin idarə olunması vacib bir mövzudur. Mütləq miqdə sertifikasiya qarşınıza belə situasiya sualları çox çıxacaq. Dərslərimizlə maraqlanmaq istəsəz, burada yazdığım əlaqə nömrəsi ilə danışa bilərsiniz. Biz sizə ətraflı məlumat verərik. Sentyabr qruplarımız üçün qeydiyyat davam edir. 050 697 78 33 Elgün Əhmədov. Müraciət edərək dərslərimizlə maraqlana bilərsiniz. İmtahanlarda hər birinizə uğurlar arzu edirəm. Videolarımızı bəyənməyi, paylaşmağı da unutmayın. Sağ olun, salamat qalın.